Ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılır. Gəncə Xəbər Az bildirir ki, cari ilin mart ayı ərzində 290 ümumi təhsil müəssisəsində monitorinq keçirilib. Həmin məktəblərdən 263-ündə ciddi sanitar pozuntular, sanitar texniki və sanitar gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılması və s. kimi müəyyən edilib. Eyni zamanda 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb. Nöqsanlar aşkarlanan məktəblərdən 16-sı Gəncədə fəaliyyət göstərən ümumi təhsil müəssisəsidir. Həmin məktəbləri təqdim edirik. 1 nömrəli pilot tam orta məktəb, 2 nömrəli tam orta məktəb, 5 nömrəli tam orta məktəb, 6 nömrəli tam orta məktəb, 7 nömrəli tam orta məktəb, 8 nömrəli tam orta məktəb, 12 nömrəli tam orta məktəb, 14 nömrəli tam orta məktəb, 16 nömrəli tam orta məktəb, 17 nömrəli tam orta məktəb, 18 nömrəli tam orta məktəb, 20 nömrəli tam orta məktəb, 27 nömrəli məktəb lisey, 29 nömrəli tam orta məktəb, 30 nömrəli tam orta məktəb və 39 nömrəli tam orta məktəb. Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb. İcrası məcburi göstərişlər verilib. Eyni zamanda məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb. Qeyd edək ki, Gəncədə 45 məktəb var.